Çevre üzərində A, B, C, D, E, F, G, H, M və N nöqtələri qeyd olunmuşdur. Təpələri bu nöqtələrdə olan bütün dördbucaqlılardan təsadüfən seçilmiş birinin 3 təpəsinin ABC nöqtələrində olması hadisəsinin ehtimalını tapın. Ümumilikdə sayaq nöqtələrimizi 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 nöqtə var. Deməli 10 nöqtədən biz 4-ünü istifadə edərək dördbucaqlı qura bilərik. Bu zaman seçimimiz ümumi hal olacaq 10-dan 4. Surətdə isə yəni bizə lazım olan hallar isə ABC 3 nöqtə artıq götürmüşüksə, yəni 3 nöqtəmiz bəllidir. Yerdə qalır 7 nöqtədən də birini istifadə etmək ki, biz dördbucaqlı qura bilək. Deməli olacaq 7-dən 1. Kombinezon 7-dən 1 7 deməkdir. 10-dan 4 isə 10 faktorial bölünsün 6 faktorial vur 4 faktorial. Sadələşdirməmizi aparaq. 7 bölünsün 10-dan 6 gedəcək, qalacaq 7, 8, 9, 10. 4 faktorial isə deməli 2, 3, 4 yazsaq bərabərdir. 7 ilə 7 ixtisar gedər. 8, 9, 8 ilə 2, 4 gedər. 9 ilə də 3 gedəndə 3 qalacaq. Deməli cavab olacaq 30-da 1.